Ərdəbil, Səfəviyyə ordeninin qala iqamətgahı. Səhərin sübh çağının sükutu ağır bir yük kimi divarlara çöküb. Qalanın içərisindəki şamlar pəncərələrdə titrəyən kölgələr yaradır. Zəhimli lakin sakit bir otaqda əzəmətli taxtın üzərində Şeyx Heydər oturub. Önündə açıq Quran var. Dodaqlarının arasından pıçıltı ilə ayələr süzülür. Otağın dərinliyində gecənin qaranlığını yırtan bir qapı açılır. İncə, lakin qətiyyətli addımların səsi məkana yayılır. Aləmşah bəyin içəri daxil olur. Baxışlarında narahatlıq, ürəyində tufan var. Şeyx, bu dəfə hara gedirsən? Dəmir qapı Dərbətdən kömək istəyəcəm. Şirvanşahlara qarşı güc yığmalıyıq. Köməyi niyə ağ qoyunlulardan istəmirsən? Şeyx Heydər Quranı bağlayır. Üzünü ona çevirir. Sanki bu onu gözləyirmiş kimi dərindən nəfəs alır. Gözlərində qətiyyət var. Şirvanşah Mirzə Yaquba məktub yazıb. Onlar arasında dərin bir dostluq başlayıb. Deyəsən o da Xəlilə qarşı güc yığır. Mən qardaşlarımla danışaram. Hər şeyi həll edərəm. Aranızdakı bu soyuqluq keçib gedər. Sən Şeyx xatunusan. Artıq Təbrizə ayaq basa bilməzsən. Baxışırlar. Aləmşah bəyin indik halda gözlərini qaçırır. Şeyx Heydər qalxır, yoldaşını qucaqlayıb bir qədər sakitləşdirmək istəyir. Getməliyəm Aləmşah. Dərbətdə Çərkəzlər Şirvanşaha qarşı üsyan qaldırıblar. Onları məğlub edib Şirvanşahın etimadını qazanacağam. Bir müddət qoy o bizi kiçik müttəfiqi kimi görsün. Bu vaxt ərzində biz güclənərik. Həm quzeydə rəhmətli atamın gizli müridləri var. Onları da ordumuza qatacağam. Şeyx taxtına oturur. Düşmən gec-tez tikan kimi batacaq bizə. Əgər Şirvanşahları zəiflətməsək, sabah daha böyük bir müharibənin alovu yurdumuzu bürüyəcək. Aləmşah bəyin taxta yaxınlaşır. Onun incə əlləri döyüşlərdə sərtləşmiş ərinin qüdrətli əlləri ilə bir zamanlar qucaqlaşdığı o isti günləri xatırlayır. Lakin indi onların arasında bir ölkənin taleyi dayanır. Sənin taleyin dövlətindir, bilirəm. Amma ailən, övladın nə olacaq? Sultan Əli hələ körpədir. Ata nəvazişinə möhtacdır. Bizi tərk etdikcə onu da özündən uzaqlaşdırırsan. Şeyx Heydər ayağa qalxır. Gözlərini xatunun gözlərinə dikir. Orada bir qorxu, bir narahatlıq görür. Amma artıq o yolunu seçmiş adamdır. Onun ürəyində od yanır. Təkcə düşmənə qarşı yox, zamanın özünə qarşı da bir savaş baş verir. Aləmşah, əgər bu torpaqların sabahı olmasa, Sultan Əli hansı dünyada yaşayacaq? Biz bu mübarizəyə özümüz üçün yox, müridlərimiz, övladlarımız üçün girdik. Mən ona güclü bir dövlət miras qoymaq istəyirəm. Atası döyüşdə canını vermiş bir yetim deyil. Aləmşah bəyin susur, gözlərini indirir. Lakin bu susqunluq məğlubiyyət deyil, anlayışdır. Onun göz yaşlarını udduğu aydın görünür. Lakin bir an sonra başını dik tutub yenidən Şeyx Heydərin gözlərinə baxır. Əgər vətən hər şeydən vacibdirsə, sənin üçün dua edəcəyəm. Amma unutma Heydər, qalibiyyət təkcə döyüş meydanında qazanılmır. Ailə özü bir dövlətdir. Və onun qayğısına qalmaq, dövləti qorumaq qədər vacibdir. Şeyx Heydər bir anlıq Aləmşah bəyimin gözlərində donub qalır. Bu sözlər ona bir xəncər kimi təsir edir. Lakin onu artıq heç kəs yolundan döndərə bilməz.
Şeyx sakitcə başını tərpədir. Qapı yavaşca açılır. Aləmşah bəyin geriyə dönüb çıxır. Onun libasının parçası havada bir an dalgalanır. Sonra yok olur. Otaqda yenə də yalnız şamların titrə işığı və Şeyx Heydərin düşüncələrindən doğan səssizlik qalır. O yenidən Qur'anı açır, amma bu dəfə gözləri ayələr olsa da fikirləri başqa yerdədir. Bir neçə gün sonra Ərdəbil Səfəviyyə təkkəsinin gül bağçası. Bağçanın ortasında hündür çınar ağaclarının kölgəsi altında iki qadın oturmuşdur. Yaxınlıqda su səsi eşidilir. Külək gül ləçəklərini asta-asta yellədir. Uzaqda dərvişlər zikr edir. Amma onların səsi bu sakitliyin içində yumuşaq bir pıçıltı kimi yayılır. Dəsminə xatun bağçanın qırağında mərmər oturacaqda əyləşmiş, qarşısında isə Aləmşah bəyin narahat və düşüncəli halda oturur. Ana, yaxşı ki gəldin. Şeyx Heydər, Dərbəndə yürüyüşə gedəndən bəri içimdəki narahatlıq və başımdakı qarışıq fikirlər məni çox incitir. Belə bir anda Ərdəbilin bu sakitliyi içimdəki sakitliyi yatıra bilmir. Niyə bu qədər nigaranam? Niyə gələcəyim gözümün önündən dumanlı görünür? Kızım, mən sənə o vaxtı da demişdim. İndi də deyirəm. Çünki sən sadəcə bir qadın deyilsən. Sən bir dövlətin qızısan, gələcəyin sütunusan. Sənin narahatlığın taleyin çətinliyindən gəlir. Şeyx Heydər, o sənin düşündüyün kimi bir adamdırmı? Mənim qəlbimdə qorxu var ana. Yalnız bir ər deyil, həm də bir döyüşçüdür. Son vaxtlar daha çox dövlət başçısı kimi davranır. Bəli, təxmin edirəm. Atan rəhmətli Sultan Həsən də belə idi. Aləmşah anasının kədərləndiyini görür, onu qucaqlayır. Üzülmə ana. Atam yoxdursa mən varam. Dəsminə xatun ayrılır və göz yaşlarını silir. Qızının üzünü sığallayır. Yaxşı ki varsan qızım. Bil, Şeyx Heydər daha yalnız bir həyat yoldaşı olmayacaq. O Səfəviyyə tərbiyəsi görüb, atası Şeyx Cüneyd kimi haqq yolunda mübarizə aparmağa hazır bir sərkərdədir. Onun məqsədləri var, Aləmşah. Onun ruhu qılıncla deyil, imanla doludur. Amma unutma, qılınc da bəzən iman qədər vacibdir. İndi başa düşürəm ki, vaxtı ilə atam Sultan Həsən bu izdivacı niyə bu qədər önəmli görürdü ana? Niyə məni sadəcə qızı kimi deyil, dövlətin bir parçası kimi görürdü? Düşüncəndə haqlısan qızım. Çünki sən Ağqoyunlular və Səfəvilərin gələcək birliyinin açarsan. Təəssüf ki, biz indi parçalanmışıq. Sultan Xəlil ilə Yaqub Mirzə arasında gizli çəkişmələr var. Atam bilirdi ki, belə çəkişmələr dövləti zəiflədə bilər. Amma Səfəvilərin dərin bilgiləri, mistik ruhu ilə Ağqoyunlunun hərbi gücü birləşərsə, bu torpaqlarda daha güclü bir imperiya doğa bilər. Yeni bir imperiya. Şeyx Heydər bu barədə tez-tez danışırdı. Sanki o gələcəyimizi görür ana. Amma bu birlik necə mümkün olacaq? Elə bu fərqlər bizim gücümüz olacaq. Heydər təkcə bir mücahid deyil, o siyasəti və xalqın ruhunu anlayır. O Şirvana yürüş etmək istəyir, çünki bilir ki, bu torpaqlarda hələ də sabitlik axtarır. Əgər o öz ardınca minlərlə mürid çəkə bilsə, bu yürüş sadəcə qılınc oyunu deyil, bir inanc savaşına çevriləcək. Bu savaşın sonu nə olacaq ana? Əgər biz birləşsək belə sonda sülh əbədi olacaqmı? Yoxsa yenə də qan su yerinə axacaq? Qızım, hər böyük imperiya böyük çətinliklərlə qurulur. Əgər Səfəvilər və Ağqoyunlular bir olarsa, Osmanlı və digər türk dövlətlərinin önündə dayanacaq bir güc yaranar. Amma bunun üçün sənin də iradən lazımdır. Mən söz verirəm ana, güclü olacağam. Sənin kimi. Bəli qızım, sən təkcə bir qadın yox,
gələcək bir dövlətin dayağısan. Unutma, tarixdə qadınlar təkcə analar və övladlar deyildilər. Onlar həm də dövlətləri idarə ediblər. Nəvəm Sultan Əli də inşallah gələcəkdə sənin qayğınla atası Şeyx Heydər kimi igid bir sərkərdə olacaq. Yaxşı ki gəldin ana, yaxşı ki gəldin. Baxşı, bağçanın sakitliyi içində dərvişlərin uzaqdan gələn pıçıltıları, gül yarpaqlarının tərpənişi və suyun yumşaq axını bu ana və qızın talih yüklü danışığını müşahidə edir.